Sovet vaxtı plastinkalar var idi. Təbiətin səsi, quşların səsi, nə bilim, dənizin pıçıltısı, küləyin səsi belə qəbul olunur ki, belə səslər insanda rahatçılıq gətirir, sakitçilik gətirir. Ola bilər. Ola bilər. Ancaq müəyyən yaş dövrünə çatandan sonra istənilən çıqqıltı, bir dənə səs filan asosiativ yaddaş var da, yəni ki, bağlılıq. İstənilən səs səni, səs, görünüş xatirələrə apara bilər. Xatirələr də o deməkdir ki, beynində film kimi canlanır hadisələr və bu elə də yaxşı hal deyil, yorucudur, beyni yorur. Beyində hələ bil ki, kino gedir. Bütün bunları danışmaqda məqsədim o idi ki, uşaqlığı sərhəd bölgələrə düşən bilir, İran kanallarının səsini alırdılar, səssiz gedirdi oradan kino, veriliş, bilə-bilə generator qoyub boğurdular səsin. Bax, indi hələ bil, Charlie Chaplin'in çəkdiyi səssiz kinoya baxırsan. Nə olsun ki, orada quş uçur, uçsun, ağacı külək tərpədir, tərpətsin, orada balıq atlanır, atlansın. Elə sakitlikdir maşının içində, qulaq deşilir də, qulaq deşilir. Bundan gözəl məncə mənim aləmimdə. İstrabeyin sıfırlanır. İndi telefonla çəkiliş eləyirəm, beyində biraz pamex yaranıb bu çəkilişə görə danışıram axı nəysə. İndi telefonu da söndürəcəm, tam sakitlik. Hətta Antarktidada da ekspeditorlar üçün bir dənə balaca birin-birə uqaloq düzəldirlər ki, özləri ilə təklikdə qala bilsinlər.